Seyid Əzim Şirvani adına kitabxana sisteminin rəhbərliyinə və şəxsən İlhamə xanıma özlərinin təşəkkürümü bildirirəm. Bəli, xəbər verildiyi kimi 18 oktyabr Milli Müstəqilliyin bərpası günüdür. 18 oktyabr 1991-ci il. Həmin gün Azərbaycan Respublikasının Ali Sovetində Azərbaycan Respublikasının müstəqilliyi haqqında konstitusiya aktı qəbul edildi. Bununla da xalqımızın azadlıq arzuları gerçəkliyə çevrildi. Bu tarixi sənəd təkcə siyasi müstəqillik aktı deyil, həm də milli kimliyin dirçəlişi, xalqın iradəsinin möhkəmliyi, mənəvi oyanışın başlanğıcı idi. Azərbaycan müstəqilliyini 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qazanmışdı. Lakin bu azadlıq cəmi 23 ay davam etdi. 1991-ci ilin 18 oktyabr isə xalqın həmin ideyanı yenidən bərpa etdiyinə bir günü oldu. 20-ci əsrin sonlarında SSR-in dağılması, Azərbaycanın isə müstəqillik yolunu seçməsi tarixin dönməz qərarı oldu. O dövrün çətinliklərinə, təzyiqlərinə və təhlükələrinə baxmayaraq, xalqımız biz azadıq deyə bilmək cəsarətini özündən tapdı. Müstəqil Azərbaycanın bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü dövlətlərinin birinə çevrildi. 2020-ci ildə Vətən müharibəsində qazanmış tarixi zəfər xalqımızın birliyini, ordumuzun qüdrətini və dövlət müstəqilliyinin möhkəm təməli üzərində dayanıqlılığını sübut etdi. Bugün Azərbaycan bayrağı işğaldan azad olunmuş torpaqlarda qürurla dalğalanmaqdadır. Bu bayraq təkcə üç rəngdən ibarət deyil və təkcə o üç rəngi özündə ehtiva etmir. Eyni zamanda azadlığın, şəhid qanının və xalqın iradəsinin simvolizəsini özündə əks etdirir. Bugün müstəqilliyin mənasını ən çox gənclər dərk etməlidirlər. Çünki gəncliyin sabahı onların əlindədir. Gənclər milli ruhu, dövlət sevgisini, vətənə sədaqəti hər addımda hiss etməlidirlər. 18 oktyabr müstəqilliyin bərpası günü. Təkcə bu tarix deyil, bir xalqın, bir millətin yenidən doğulduğu, yenidən həyata gəldiyi bir gündür. Yəni, özünə inamın dirçəlişi günüdür. Bugün müstəqil, güclü, qürurlu bir respublika olan Azərbaycan Respublikasının vətəndaşı olmaq bizim hər birimiz üçün fəxarət mənbəyidir. Əziz tədbir iştirakçıları, bugünkü gün münasibəti ilə 18 oktyabr günü münasibəti ilə bütün Azərbaycan xalqını eyni zamanda sizin hər birinizi ürəkdən təbrik edirəm.